Oldu. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Ordubad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ordubad şəhəri Şəhriyar qəsəbəsində iri miqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda kompleks mülki müdafiə təlimi keçirilir. Təlimdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əlahiddə Qoşun Ordunun müvafiq bölmələri, Təcili Tibbi Yardım Xidmətinin, rayonun Fövqəladə Hallar Komissiyası, Mülki Müdafiə Qərargahı, Mülki Müdafiə Xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər. Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilas etmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub. Əvvəlcə kompleks mülki müdafiə təlimi ilə əlaqədar təlim üçün nəzərdə tutulan qərargahda müşavirə keçirilib, təlimin niyyəti və planı çatdırılıb. Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı şərti iri miqyaslı fövqəladə hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə Əlahiddə Qoşun Ordunun müvafiq qüvvələri və hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilas etmə və digər təxirə salınmaz tədbirlər uğurlu həyata keçirilir. Belə ki, ilk olaraq qüvvələrin hazırlığı yoxlanılıb, idarə etmə, qarşılıqlı fəaliyyət, mühafizə və komendant xidməti təşkil edilib. Əraziyə hərəkət üçün uçqun nəticəsində dağılan yollar bərpa olunub, mülki müdafiə kəşfiyyatı aparılıb, yanğınlar söndürülüb və zərər çəkən insanlar təxliyə edilib. Hüquq mühafizə orqanları tərəfindən ərazinin təhlükəsizliyi təmin olunub. Baş verən avtomobil qəzasının nəticələri sel sularının törətdiyi fəsadlar aradan qaldırılıb, bənd bərkitmə və sularda axtarış xilas etmə işləri aparılıb. Fövqəladə hal zonasında qəza xilas etmə və digər təxirə salınmaz əməliyyatlar icra edilib, zərər çəkənlərə tibbi yardım göstərilib, səhiyyə müəssisələrinə təxliyə edilib, qaz, elektrik, su və rabitə sistemlərində qəza bərpa işləri aparılıb. Epidemiya əleyhinə tədbirlər görülüb. Təlimə ümumilikdə 450-yə yaxın şəxsi heyət və 57 ədəd xüsusi təyinatlı texnika cəlb edilib. Kompleks mülki müdafiə təliminin niyyətinə və əməliyyat tapşırığına uyğun olaraq təlimə cəlb olunan bütün orqan və qüvvələrin idarə olunmasının, vahid mərkəzdən koordinasiya olunmasının təkmilləşdirilməsinə nail olundu. Təlimə cəlb olunan bütün qüvvələrin təlim hazırlıq dövründə və təlimin keçirilməsində aktiv fəaliyyəti müşahidə olundu. Təlim uğurla başa çatıb, qarşıya qoyulan məqsədlərə nail olunub. Əli Məmmədov, Emin Novruzov, NTV Xəbər.